Salam dostlar, iki şeydən danışacağım. Əslində Azərbaycan mediasını açdım. 2 gündür artıq psikolojim pozuldu. Məktəbdə müəllimə hücum edən, atası anasını döyərkən ayırarkən atasını öldürən bir qız, əmi miras üçün qardaş uşaqlarını öldürür. Yəni nə bilim, oğul ananı öldürür, ata gəlinini öldürür. Bir sürü olay. Amma bunların içərisində çox iki önəmli məsələ var ki, buna mütləq toxunmalıyam. Biri paylaşım etmişdim. Fahişə birinin Azərbaycan bayrağına saldırısıdır. Baxdım, 2 nəfər cavab verib, amma elə-belə ələşdiriblər. Amma dolayısıyla yaxşı eləmişsən, arada bunu elə, biz də bununla bağlı bir şeylər çəkək, tıklamalaq deyə bir kafa var. Və kimsə də qalxıb da fahişə, o bayraq sənin bu ölkədə rahat yaşaman üçün, azad yaşaman üçün, cibində pasaportunu rahatca gəzdirmən üçün ucaldılmış və son 100 ildə uğrunda 150 mindən çox qurban verdiyimiz bir bayraqdır. Və onun uğrunda 37-ci ildə kurşunlanan yüz minlərlə aydınım var mənim. Bir kere dalgalansın diye uğrunda tanklar altına yatan qəhrəmanlarım var mənim. Sən elə yaxın tariximizdə 20 yanvarda o bayraq üçün Rus tankının altına yatanlara hakaret edəməzsin. Elə yaxın tariximdə işgal edilmiş ərazilərimdə dalgalansın diye canından keçən 3000 şəhidimə hakaret edəməzsin. Bu bayraq uğrunda canından keçənlərin ailələrinə, yaxınlarına və bütün şəhidlikdə yapılan şəhidlərə, canının bir parçasını o torpaq uğrunda vermiş bütün qazilərimizə, o bayrağa yapılanlar onlara yapılmışdır. Və Azərbaycan aidiyyatı qurumları, umarım bu qadını taparsınız. Səhifəsinə bir baxdım, biraz öncə də, bir müddət öncə də Quran-ı Kərimi yandırmış imiş. Bir dəyərə həqarət ediləndə susarsanızsa, ikinci dəyərə həqarət ediləcək. Sonra daha betərinə. Və bu həyasız, bugün susacağınız bu fahişə sabah şəhid məzarına həqarət etməyəcəyinə məlum. Siz xalqı nəyə təşviq edirsiniz? Buna susanlar. Xalqı hara yönləndirmək istəyirsiniz? Ölkədə nə yapmaq istəyirsiniz? Siyonizmin girdiyi bütün ölkələrdə durum bu vəziyyətdədir. İnsan azadlığı adı altında bütün dəyərlərimiz yox edilir. Mənim anayasamda bu dəyərlər xalq oylamasıyla dəyər qazanıb. Və hər yerindən duran, hər əxlaqsız ağlına gələni edə bilməz, ağlına gedəni danışa bilməz. Ümid edirəm ki, polis bu qadını tutar. Bu qadının əlindən telefon alıb özü də dəlixanaya qoyular. Dəli deyirlər ya. Ya da həbsə göndərəcəksiniz. İçəridə onu əməlli başlı dünyanın necə gözəl olduğunu anladacaqlar. Həbsxana bunun üçündür. Həbsxana istirahət mərkəzi deyil. Bir neçə gün öncə Türkiyənin bayrağına sınır ötəsində PKK terror örgütü hakaret etmişdi. Ölkə ayağa qalxdı. Bu ölkənin Kürdü də, Lazı da, Çərkəzi də, Türkü də, bütün xalqları, Ermənisi də, hətta Sebatayistləri belə ayağa qalxdılar. O bayraqdan rahatsız olanlar belə səsini qaldırıb o bayraq mənim namusumdur dedi. Çünki ortada bir xalq mövqeyi və bir devlət mövqeyi vardı. Mənim ölkəmdə özünə xalq deyənlər deyir ki, görün bunu nə yerə gətirib, heç kusura baxmayın. O yerə gəlmişdirsə İlham Əliyevin şəklini cıraydı, Vilayət Quliyevin şəklini cıraydı, Əli Nağıyevin şəklini cıraydı. Bayrağa həqarət edirsə, bu bilinçli şəkildə xarici istihbaratla işləməkdir. Öncə Quran-ı Kərimi etdi, gördü ki, yox, bir şey çıxmadı. Biriləri ölkədə bir provokativ əyləm yapır. Birini çıxardırlar Qarabağlılara, deyirlər çıx get. O birisini çıxardırlar, deyirlər rayonunu şəhərliyə bölürlər. Nə bilim, akademisyənə deyirlər niyə Qarabağda savaşmamısan. 30 il Qarabağ üçün savaşan adama cahil mən 25 ildir qəzetçiyəm deyən
Ömründə 3 cümlə yazıb bir qəzetdə dərc etdirməyənlər hamı bir gecədə qəzetçi olublar. Sosial mediada siyonizmin şişirtdiyi və xalqa təqdim etdiklərinin önə düşməsi nəticəsində bu gün ölkə çox dəhşətli dərəcədə bir uçuruma gedir. Buradan biri şəhid analarına alay edir, ağzını burnunu eğir. Bütün bunlar bu tərəfdən dinimizə, dinsiz, imansız, milli şuursuz toplumlar yox olmağa məhkumdur. Bu siyonizmin parçala hökümsür politikasıdır. O isə biz nə zaman ki dəyərlərimizi qoruduq, o zaman güclü oluruq. Biz 2020'də dəyərlərimizi qoruyaraq milli və inanç sistemimiz birləşdiyi üçün biz Qarabağı geri aldıq. Amma bugün milli sistemimizin başı olan bayrağımız, inanç sistemimizin başı olan kitabımıza həqarət olunur. Dolayısıyla buna haqq qazandıran fahişələr ölkəni başa alıb götürüb gedir. Etiraz edənlər də yenə deyirəm, elə belə, xala xətrin qalmasın. İkinci məsələyə gəlirəm. İkinci məsələ, bugün bir video gördüm, 3 dənə polis mənim qazimi döyür. O polislərin üzərində o uniforma olmasa nə deyəcəyimi çox yaxşı bilirəm. Kəşke o formayla yapmasaydınız bunu. Amma Azərbaycan devləti həmən bu 3 pisliyi kim nə deyir desin, rəislərim əmir verib, kim əmir verib bilmirəm. Amma bir reisin sözü ilə o vətən uğrunda canından keçən qaziyə əl qalxırsa, o əl hər şeydən öncə dəmir yumruq dediyiniz İlham Əliyevin alnına qalxıb. Çünki o dəmir yumruğu yapan o qazimdir. O qazinin bədəni sayəsində, bədəninin bir parçası sayəsində, o döyüşçülər sayəsində o dəmir yumruqdur. Nə oldu Paşinyan deyirdi. Dünənə qədər qaçıb gizlənənlər bugün mənim qazimə əl qaldırır. Yazıqlar olsun sizə. Yazıqlar olsun. Qolunuzda o Azərbaycan bayrağından o qaziyə yumruq qolunuzu qaldırarkən utandınız mı? Deyəcəm, amma demirəm. Çünki utansa yapmazdı. Çünki onun o yumruğu o qaziyə qaldıranın o bayrağı cırıb ayağının altına atan fahişədən fərqi yoxdur. Ümid edirəm Azərbaycan Daxili İşlər Nazirliyi, Azərbaycan DTX-ı, Azərbaycan Xarici Kəşfiyyat İdarəsi bu məsələyə anında incələməli və bunların hamısını həbs etməli. O polislər açığa filan alınmamalı, həbs edilməli. Necə ki bir vətəndaşa, bir vətəndaş birinə hirslənib bir şillə vuranda alıb 2-3 il içəridə yatızdırırsa, bu polislər işdən atılmalı, digər polislərə dərs olmalı. Qazinin ruhsal durumunu anlamaq lazımdır. Adam ömrünü qoyub o vətən üçün. Dərman pulla, həkim pulla, həm də bahalı dərmanlar, verdiyiniz dərmanın keyfiyyəti də yox. Nə olursa olsun, kimsənin o qaziyə əl qaldırma haqqı yoxdur. Ümumiyyətlə, polisin insanları döyməyə haqqı yoxdur. Ne diye döyürsünüz? Polis milletin sığınıp məni qoru deməsi üçündür. Polis qoçu deyil, mafya deyil. Ayrıca bir mafya grupları qurun. Gəndirin onlara istədiyiniz paltarları, deyin, gedin, deyin. Heç olmasa insan görəndə deməsin də mənim polisimdir. Mənim polisim məni qoruyur deməliyik. Mənim polisim məni duya bilməz. Umarım tezliklə bu məsələdə öz həllini tapar. Bunun sorumlusu Daxili İşlər Naziridir. Bunun sorumlusu o polisə əmri verən rəisləridir. Əgər Azərbaycanda həqiqətən bir şeylərin yaxşı olmasını istəyiriksə, qazini döyən bu polislərdən dərhal sonra həmin polis rəisi, o ərazinin polis rəisi, o ərazidə aidiyyəti olan rəhbər işçilər, icra başçısı hamısı istefa verməlidir. O zaman deyərik ki, Azərbaycanda inkişaf var. Və bugün bütün bu olaylar hamısı buradan bir daha deyirəm, İlham Əliyevə qarşı yapılan bir operasyondur. Yaxın günlərdə çox güman ki, bir şeylər yapırlar. Zaten İsrailin əl qol atdığı yerlərdə İsrail istədiyini ala bilmirsə, öncə ora girərkən oradakı bir kəsimlərlə özü kimi işləyir və bu polis İsrail polisindən heç fərqi yox idi. Zaten hərəkətlərindən də bunu görmək olur və siyonizmdən heç fərqi yoxdur. Siyonizmin girdiyi hər yerdə bir bəla var.
Azərbaycanın öncə bu siyonizmdən, bu kafadan dəyişməsi, təmizlənməsi lazım. Azərbaycan mediasının siyonizmin işğalindən azad edilməsi lazımdır. Xalqın tamam, ekonomi kriz hər yerdə var. Hər kəsin ekonomi Türkiyədə də var, amma gözümün qabağında dəfələrlə olub ki, qadın durakda polisə ağlına gələni deyib. Ağlına gələni deyib. Polis gülə-gülə deyib ki, eyb yox, haqlısınız, gedərik, məhkəməyə verərsən, dərdini orada anlatarsan. Sənin muhattabın ben değilim. Səni karakola götürməliyəm deyib. Və alıp da qucağına paketleyip koyub arabaya. Ama götürüb. Ama döyərək. O qaziyə əlin qalxanda, əlin qırılsın, sən erməni misin? O qazi sənin dayılarını mı öldürdü? O qazi sənin ermənilərini o torpaqlardan çıxartdı deyə mi canın yandı? Sən hansı millətin təmsilçisisən? Bunların hamısının qanını, DNA'sını yoxlayın. Çox da onlar bəlgələrdə Azərbaycanlı olaraq göstərə bilər. Nə bilirsiniz anası onu hardan yığıb gətirir? Vallahi kusura baxmayın. Və bunların bütün 7 arxa dönənini araşdıracaqsınız. Və mənim qazimə, bayrağıma qalxan hər iki əl qırılmalıdır. Və dolayısıyla bunlara haqq qazandıran dildə kəsilməlidir. Bu qədər. Devlət bəzən otorite olmalı. Amma bunu qazisinə, şəhid ailəsinə, sadə xalqına yapa bilməz. Bunu devlətin kurallarını çeynəyən babasının oğlu da olsa ona qarşı yapmalıdır. Bu qədər. Hesab edirəm ki, həqiqətən zor bir dönəm keçirik. Bundan sonra yayımlarımı yapmaya çalışacağım. YouTube kanalımı da abone olarsanızsa 1000 kişiden sonra zaten ben canlı yayımlar yapacağım. Yine deyirəm, 15 yıl önce ben canlı yayım yapanda bugün fenomen dediğiniz fenomenler efirlerden havlaya bilmirdi. Ve tek başınaydım, çok da mücadele verirdim. Məndən sonra demiyorlar ki, QYT rəhbərləri, nə bilim, hüquqşünaslar, ondan sonra qəzetçilər başladı. Onlar danışarkən mən bıraxdım. Dedim ki, danışan çoxdur, inşallah düzəlir. Amma görünür ki, yava-yava danışanlar üzündən xalqı da çox gözəl yatızdırıblar. Yoxsa əski dönəmlər olsaydı, mən Etimad Əsədova qarşı, rəhmətliyə qarşı polislərin onlara yaptıqlarını zamanında mediada səhifə yazan jurnalistlərdənəm və həmin vaxtı bir qaziyə bir şey olanda hamımız ayağa qalxırdıq və ən azından onların yanında olurduq. Amma maalesef bugün kimsə bunu araşdırıb bir çıxartmış ki, bu qazi kimdir, ne üçün orada saxlanır və nədən döyülür? Ki onu yapmağa heç biriniz haqqı, ümumiyyətlə kimsəyə bunu yapmağa haqqınız yoxdur. Bu qədər dostlar. YouTube kanalımda da Nigar Ögeday'a abone olarsanız, paralı değil, sadece bir beğeni koyarsanız, videolarımızı paylaşarsanızsa, bundan sonra mütemadi olarak problemlerle bağlı danışacağım, yazacağım. O qazimiz də hər kimsə bilen varsa öz əlimə yazsın. Emin olun, kimsə haqqında da kimsəyə heç bir bilgi verilməyəcək. Sadəcə bilmək açısından kimdir və nə üçün saxlanılıb, haqlarını en azından Türkiye'den de olsa oturup müdafiə edə bilək. Sağ olun.